Pensiyalarla bağlı yeni xəbər. Gələn ilin rəqəmləri açıqlandı. 2026-cı ildə orta pensiya məbləğinin 579,2 manat təşkil edəcəyi proqnozlaşdırılır. Report xəbər verir ki, bu 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən bu məbləğ 2025-ci ildə gözlənilən 537 manatdan 7,9% çoxdur. Bildirilib ki, nominal əmək haqqı üzrə göstərici dəyişəcəyi təqdirdə pensiya və bəzi məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinət növləri üzrə proqnozlaşdırılan xərc göstəricilərində dəyişikliklər mümkündür. Belə ki, artım tempinin əlavə olaraq cəmi 1%-dək dəyişməsinin təkcə illik pensiya xərclərinə təsiri təqribən 72 milyon manat ətrafında gözlənilir.